Yaşqa, ay Yaşqa. Mamam yolu piyada keçidilən keçməyib də, polis saxlayıb onu cərimə yazmaq istəyir. Al, danış da. Yaxşı olub. Nə yaxşı olub, Yaşar? Bəlkə maman bundan sonra başa düşər ki, yolu piyada keçidi ilə keçmək lazımdır. Şöngüyüb yolun ortası ilə keçmək olmaz. Yaşar, uzatma. Ala danış, polis qazaxıdır sənin yerində. Bəlkə danışıb bir şey eləyə bildin də, bir şey eləyə bildin. Mən nə danışım ondan? Sən haradan bilirsən polis qazaxı? Alo. Salamam oğlu. Deyəcəm, mənim qaynanam nəsə şuluqluq eləyib yolu keçiddən keçməyib, Hədən o qaynana aləminin şuluğudur, xeyrənsə, Hələ, qaqa, sən rayonun arasındansan? Yo, mənim mamgül o tərəfdəndir. Gör nə deyirəm? Çox bir kişi kimi söhbət edirəm. Söyüşləzəm. Ay, qaqa. Ay, gör nə deyirəm? Sən imkan varsa bunun cəriməsini 2 qat, 3 qat yaz. Nətər alınmır? Alınmır, eybi yoxdan. Götür dənə cərimə yaz. Nə eləyib onu yaz. Amma denən ki, nə vaxt istəsən ödəyərsən, o qədər uzansın üstünə faiz zat gəlsin. Onun ölkədən çıxışına həbs qoyulsun, belə bir şeylər. Sağ ol dərdim, sağ ol dərdim. Yaşqa, həll elədin? Nə oldu? Bir dəqiqə yoluna qoydum onu. Deyir, bunu 1-2 dəqiqə tezdən vurardım. Mən oca yazmışam sənətləri, zaten həll eləmişəm. İndi deyir, heç cür onu rəqəmlə olur, protokol görür, rəqəmlə.